Paltar yuyan maşınınızda mütləq buna diqqət eləyin, bizdə yanıtdır. Hər vaxtınız xeyir millət, illərdə paltar yuyan maşını işləyir, heç vaxt servis olunmamışdı. Elə 5 servis bakonu çağırdım ki, biri əl gəzdirsin. İçalatını açaq görək nə var, nə yox. Hə, bax yaxşı vaxtında açdıq. İsidici yanıtdır. Bu nə deməkdir? Su düzgün qızmır və ya ümumiyyətlə qızmır, yuma və ləkə çıxarma keyfiyyəti aşağı düşür. Hətta maşını da yandıra bilər. Problem böyüməmiş vaxtında yenisi ilə əvəz elədik. İndi motoru çıxarlanır. Şükür motorunda hər hansısa bir problem yoxdur. Abi isə paltar yuyanın nasosudur. Paltar yuyandan suyu boşaldır. Problemli olanda su paltar yuyandan boşalmır. Zəif işləyəndə paltarlar islanmış ağır şəkildə çıxır. Paltar yuyanın çox titrəyib yerindən tərpənməsi, səsin çox olması isə hava amortizatordandır. Təbii ki, habaları da yeniləri ilə əvəz elədik. Oldu dəf kimi. Paltar yuyanın aşağısında yerləşən filtri isə arada bir təmizləmək lazımdır ki, maşın yaxşı işləsin və su axışı problemsiz olsun. Best Service Baku paltar yuyan, qab yuyan qurutma maşınlarının satışı təmiri 1 il zəmanətlə.